Daha əllərimiz çirklənmədən, uzun dırnaqlarımız ət olmadan eyni boyda, eyni çəkidə kotletlər hazırlaya biləcəyik. Bunun üçün bizə bir qapaq, bir ədəd də təmiz poşet lazımdır. Üsul çox sadədir. Poşeti qapağa keçiririk və orada rahatlıqla forma veririk və yapışmadan, əlimiz yanmadan isti yağa əlavə edirik. İndi deyəcəksiniz ki, əlcə ilə işlə. Əlcə ilə işləyə bilmirəm, çox təəssüf ki, amma dırnaqlarıma da yemək falan deyəndə pis oluram. Amma yeməkdən əvvəl də, yeməkdən sonra da dırnaqlarımı fırçalayıram, amma yenə də narahatçılıq olur. Ətin qoxusu sanki qalmış kimi olur. Bəlkə də əti sadə bişirsəm belə qoxulu olmaz, amma neyniyim? Ətə kartoşka, soğan, göy-göyərti, biraz quru çörək əlavə eləməsəm dayana bilmirəm. Belə də həm ətin həcmi çox olur, hamıya yetəcək qədər olur, həm də çox dadlı olur. Ümumiyyətlə mən hər şeyi çox ərzaqlı sevirəm, rəngbərəng. Salatım da həmişə rəngbərəng olur. Bu üsulu çox sevdim, sizinlə də paylaşmaq istədim. Sizcə necədir, yaxşıdır?